Bismillahirrahmanirrahim. Elhamdülillah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Göz qardaşlar, günlər necə keçir? Artıq yəni bir neçə gündən sonra qalacaq vətənə, subhanallah. Allah sonsuz sadəcə şükürlər olsun, rəhmət elədik, gəldi ibadətimizi elədik. Və Allah subhanallah diləyirəm ki, hər birimizin ibadətini qəbul eləsin. Və Allah subhanallah bir daha bizi ömrələr, həcc nəsib eləsin. Həqiqətən böyük əzəmətli ibadətdir. İnsan birinin dadını biləndən sonra yenə istəyir. Necə ki, elə böyük cənnəti görməmişik, necə istəyirik, düzdürmü? Görsək necə istəyərik. Bu da elədir, Kəbə evi görməmişdi, istəyirdi. İndi isə görəndən sonra daha çox istəyir insan. Yəni, bu həyat fani bir dünyadır. Gəlib keçəsi. Sayılmış günlərdir. O necə ki, bu gəlmiş deyə bura, qayıtdı, indi qaləcək inşallah nəsib edir. O da elə. Elə ki, bu dünyaya gəlmişik bir müddətdir. Sadəcə bu müddəti biz bilirdik ki, bir həftəlik 10 günlük gəlmiş, düzdürmü? Bu müddəti biz bilmirik. Yəni, nə vaxt bitəcək? Bir Allah bilir onu. Amma müddətdir. Bir müddətdir. Və necə ki, görsən, gəldin, çəkdi, getdi. Nəyiz gəlir? 40 yaşın var, birimizin 50 yaşı var, birimizin 30. İçimizdə laf cavan uşaqlar var. Amma gör nədər olur, sanki bir neçə gün yaşamırsan. Və elə də olacaq, biləcək bir dünyada. Bir insan nə eləməlidir? Aqil olmalıdır. Daim sözsüz ki, nəfs insana pis şeyləri əmr edir. Yalnız pis şeyləri. Onu daim nə eləməlisən? Mübarizə aparmalısan nəfslə. Şeytan, nəfs, iki düşməndir. Və əgər bunu bacarsan özünlə, görürsən ki, bu gəlir, artıq sözsüz ki, hamı günaha düşür. Və günaha düşdün, tövbə eləməlisən. Və ölüm gələnə kimi. Tövbə qapısı açıqdır. Bu o demək deyil, sən əgər bir günah eləyirsən və deyirsən ki, mən təzdən qaydaram ona, tövbə eləyirsən, sonra yenə qaydaram, tövbə eləyərəm, bu tövbə sayılmır. Yox, insan tövbə eləyir, səmimi tövbədir. Sonra yenə də qayıtdır, o tövbə sayılır, yenə tövbə eləyir. Amma tövbə eləyir, deyir, heç namazını barəm, fürsət yenə eləyərəm, yenə tövbə eləyərəm. Bu artıq bu tövbə sayılır. İnsan əgər o günah üzərdir, aleykümselam və rahmetullah. İnsan əgər o günah üzərdir, ölsə, elə bir tövbə eləməmiş sayılır. Yəni tövbəsi sayılır. Fərq yoxan günah olsun. Ümumiyyətlə, yəni necə bilirsiniz ki, yəni haramlar və əldə sahib tutarmaq olar. Parmaqlardır, düzdürmü? Amma halalı oturub indi saysaq, bizə qaydana kimi vaxtımız da söyləməz ki, o nə qədərdir halal, necə də, yəni çoxdur. Biz niyə gələcək haramdan yapışaq? Halal da, əlhəmdülillah, halal da olduq, Allah şükür olsun, yedik də, içdik də, düzdürmü? Danışdıq da, güldük də və haramsız alınır, əlbəttə ki, alınır, əlhəmdülillah. Ona görə başqa haramlar da belədir. Təkcə burada getmir ki, haram insan hansısa bir istismar etsin və yaxud hansısa bir ağlı yəni başdan çıxardan bir nəsə istifadə eləsin. Başqa haramlar da var. İnsan ticarətində, insanların həyatında, insan nə bilim mən gedişində, getdiyi yerlərdə yəni qorunmalıdır, maksimum çalışmalıdır. Əgər qorunmasaq, problem olacaqdır. Siz də bilirsiniz ki, şeytan Allah subhanahu wa ta'alədən vəd alıb, yəni müddət alıb. Allahdan istədiyi müddət, möhlət. Düzdürmü? Allah subhanahu wa ta'ala dedi, sən möhlət verilənlərdənsən. Get, qovdu rəhmətindən. Amma Allahın lənəti onun üzərinə olur. Lənət nə deməkdir? Yəni Allahın rəhmətindən uzaqdır. Ona görə də sələflər bir-birlərinə lənət oxumazlar. Heç vaxt. Lənət nə deməkdir? Lənət oxuyursansa bir insana, yəni sən ki, Allah sənə cənnəti haram eləsin, cəhənnəm əhlini eləsin səni. Bir insana yəni lənət oxuyanda bu deməkdir. O da Allahın lənətinə gəlmişdir. Yəni, o artıq tam Allahın rəhmətini uzaq birisidir. Və neyir? Özünə yoldaş cəhənnəmə. Düzdür mü? Və başqa ayətlərdə deyir, oturacam deyir, onların yolunda. Və diqqətlə qulaq as. Hansı yolda? Sən xeyrə gedən yolda. Sən düzün yola gedən yolda. Düzdür mü? Onları yollarından azdıracaq. Qoymayacam o düzün yola getməyə onları. Qoymayacam. Bir ged elə. Allah subhanallah. Ged onu da elə. Amma deyir, hansı qullarım üçün mənə mütüddülər, səmimi qəlbdən mənə bağlıdırlar, sən onları heç nə elə bilməyəcəksən.
mümkün deyil varsa yoldan çıxardasan. Amma insan misal üçün geçsin, amma otursun haram içində. Sən haram olan yerlərdə və desin ki, mən güclüyəm, mən özümü qoruma bilirəm. Mümkünət yoxdur. Mümkünət yoxdur. Qısa olaraq hamımızın məsələn, bildiyimiz surə, Nəs surəsi. Biz də bu dövrü ilə öz-özlüyündə yəni sığınmaq surəsi. Birinci ayəsində nə deyirsən? Deyirsən ki, Qul ə'udhu bi rabbin nas. Sığınıram. Qul ə'udhu, qul de. Ə'udhu, sığınıram bi rabbin nas. İnsanların Rəbbinə. Məlikin nas, məlikinə, ilahin nas, ilahlarına. Əl-ləzi yuvəsvisu fi sudurin nas. Hansı ki insanların əlləzi yuvəsvisu fi sudurin, insanların yox, hansı ki sinələrə vəsvəsə salır, yəni qəlbə. Daha doğrusu bir ayı mən orada bıraxdım. Çünki əsas demək istədiyim o idi ki, yəni tam surə yox. Əlləzi yuvəsvisu fi sudurin nas, yəni insanların qəlbindən salır. Minəl cinnəti və nəs bu axırıncı ayədir. Ondan qabaq isə min şərril vəsvasil xannas. Yəni min şərril vəsvasil xannas. Xannas da nədir? Xannas şeytanın adlarından biridir. Mənası nədir? Hansı ki Allahın adı çəkiləndə qaçan. Bu şeytan adlarındandır. Hansı ki Aleykümselam və Rahmetullah. Hansı ki Allahın adı çəkiləndə qaçan demək. Bu odur. Sonra nə? Sinələrə nə verir? Vəsvəsə verir. Minəl cinnəti və nəs. Və sonuncu ayədə isə ixtilaf var alimlər arasında. Cinlərdən və insanlardan olan. Necə bilirsiniz ki, burada alimlər yəni iki yerə bölünür. Biriləri deyir ki, o şeytan ki cinlərdəndir və insanlardandır. Düzdürmü? O birisilər isə deyir, yoxdur, o şeytandır deyir. Həm cinlərin, həm insanların qəlbinə vəsvəsə salan. Aydındır? Şimdi deyirsən axı, əllədə yuvəsvəsə fi sudurin nas, hansı ki sinələrə vəsvəsə salır, minəl cinnəti və nəs. Cinlərdən və insanlardan olan. Düzdürmü? Yəni ixtilaf var. Hər iki halda yəni insanlardan olan daha şiddətlidir. Yəni cinlərdən olan əsas şeydən sən Quran oxuyursan, Allah'a sığınırsan çıxıb gedir. Amma insanlardan olan o qədər yəni ki şeytan səhvlər var ki, insanı elə yoldan çıxardır ki, düzdürmü? Çox yəni ki. İnsana o qədər məsələn, sən haqq yolundasan, gəlir, niyə sənin elə yaşın azdır, get işinlə məşğul ol. Və yaxud da nədir, niyə sən filan şey eləyir, o məşruh deyil, bu nədir, bu hamısı şeytandır, şeytanla oturub durdu adamlar və belə. Bəs bu şeytanın halıdır dedik də, bu şeytandır. Yəni bundan necə qorunmaq olar? Ümumiyyətcə, Sə'di Rahimullahın təfsirində gəlir, yəni bütün şərlərin başında kim durur qardaşlar? Şeytan. Şeytan durur. Deməli, sən o şər işə yönəlirsənsə, bir ki, şeytana tabi oldun. Yəni, Allahdan boyun əyib, şeytana tabi olursun. Sən ona tabi olursansa, Allah qorusun, deməli, qiyamət günündə onunla bir yerdə ola bilərsin olsun. Harada? Cəhənnəmdə. Bax, şər işlər, pis işlər, xəbis işlər, sonra günahlar, hamısı bunun başında şeytan durur. İnsanı şeytan da bu yola salar. Bu niyə deyir? O yolda duracam, onları sənin yolundan saptıracam. Sən tabi oldunsa artıq ona, şeytana. Deməli, Allahın yolundan sıxıb, tabi olsan kimin yoluna? Şeytanın yoluna. Çünki deyir, namaz qılma, niyə senin namaz qılır? Qılarsan, nə yaxşın var. Bu kimə sən tabi olursan? Allahın əmridir. Allah əmr edir sənə ki, səzdə elə, namaz qıl. Düzdürmü? Sən isə neyinsən? Sən elə bil ki, o, nədə onun adı? Allahın əmrindən boyun əyib, tabi olursan şeytanın, yəni ki, əmrinə. Təkcə bu deyil, bütün günahlar var belədir. Ona görə, bax, yandırınızda saxlayın ki, yəni, bütün şərlərin başında kim durur? Şeytan durur. Bütün. Və biz isə neyinirik? Onun fitnəsindən, şərindən, hansı ki o fitnənin şəri hara salır?
vəsvəsə salır insanların qəlbinə. Və fitnəni, şəri, hər şey salır insanın qəlbinə. Və nə edir qardaşlar o? Necə vəsvəsə salır? Və diqqətlə qulaq asın bura. Onlara şəri bəziyir, gözəl göstərir. Və işi budur. Ömür boyu, yəni qiyamət qopana kimi işi bu olacaq. İnsanlara yenə də rao, ki bu diyor, insanlara şəri, şər znaçlıqı, ki plaxoy da, neyir? Yaxşı göstərir. Lучшим образом, şeytan. İşte bu ki, ona görə ki, insan ona tabi olsun. Sən artıq bəzi insanlara görürsən, dəvət edin, deyirsən ki, qardaş, filan kəs, bu pis işdə, o onu görə bilmir. Sonra üçün, qardaş, bunu eləmə. Sən nə qədər deyirsən, necə yəni bu insan edir? Onu şeytandır, şeytan ona bəziyibdir onu. Yəni, o pis işi gözəl göstəribdir. Əlhəmdə sənə Allah göstərib onu, qoymur. Sığınırsan, dualar eləyirsən, zikirlər eləyirsən, sən onu şər kimi görürsən. Belə insanları var. Görürsən, o şəri nədir? Gözəl görür. Gözəl görür. Və bu da belənciyinə də belə neyinir? Ömrü boyu belə olur. Yəni, insan ta ki ölənə kimi. Və təsəlləyin ki, yəni onu bəzəməklə ondan əl çəkir. Yox. Birinci bəziyir. Qulaq asın. İkinci neyinir? Onu başqa bir görkəmdə göstərir. Yəni, olduğu görkəmdə görmür insan. Biz qısa olaraq misal eləbirik ki, evdə halalın var, düzdürmü? Sən də çöldəyə qadını daha elə bir gözəl bəziyir, sən onu daha yaxşı görürsən. Halbuki o bizim sən evdə halalından nəqnəsidir, qat-qat yəni sirkin bir qadındır. Amma nədir? Amma sənə onu neyir? Şeytan. Şeytan bəziyir. Biraz bu günahlar da, nə qədər günahlar belə sadalamaq olar. Hamısı bax belədir. Başqa sürətdə göstərir. Əl kəsir, əl çəkir, yox çəkmir yenə də. Neyir? İnsanın iradəsini artırır. Onu yəni icra eləmək. Yəni, insan deyir, cümrah edir, iradəli edir nə üçün ki, sən o işi gedəsən. Bəs eləmədi, gözəlləşdirdi, başqa sürətdə göstərir. Yenə xeyri yoxdur, yox, birdən əldən çıxar. Yenə çəniyir, itəliyir. Ki də var, elə bunu, elə, bu pis iş elə, bu iş elə, yaxşı işdən uzaqlaş, belə. Görürsən ki, bəli, bu bunun elə bir ki, daim, yəni ki, nə idi? Yəni, bu bunun işidir. Bütün şərin başında durur və belə-belə, bax, belənciyini insanlığı neyindir? Və neyinir sonra? Fikir verin, bax, bu qaydalardan şeytanın insanla oynadığı, onu xeyirdən uzaqlaşdırmaq üçün sabit edir. Sabit saxlayır onu, xeyirdən uzaqlaşdırır. Yox, bu şeyləri elədir, əl çəkməli yenə. Sonra növbəti neyinir? İnsanı xeyirdən uzaqlaşdırır. Onun üzərində sabit edir. Bəli. Yoxsa haram üzərində məsələsini sabit qalır. Xeyirdən uzaqlaşdırırsa haram üzərində. İnsan günah elədirsən, qəlbinə nöqtə düşür. Günah edir, qəlbinə nöqtə düşür. Nə qədər gözəl işlər görsən, nə qədər Allah'ı zikr edirsən, qəlbin təmizlənir. Nə qədər günah edirsən, onun əksi olur. Qaralanır, ləkələnir qəlb. Bağlanır, mühürlənir. O budur. Fikir verin, bu da bunun halıdır. Bu nə idi qardaşlar belə eləyir? Nə idi şeytan elədi? Şəri. Şəri neynədir? Gözəlləşdir. Sonra neynədir? Başqa sürətdə göstərdir. Sonra neynədir? Bəli, cümrah edir onu. Nəşrit edir. Cümrah edir, yəni ki, o sövq edir ki, onu eləyərsən. Sonra neynədir? Sabit elədiyində də xeyirdən uzaqlaşmaqda. Əl çəkir, yenə də əl çəkir. Növbəti neynir? Şəri bəziyir. İndi isə xeyri bəziyir. Eyni şeyi xeyirdən edir. Səni deməli, Allah qorusun. Şəri bəziyirdi, xeyir kimi göstərirdi ki, sən onu eləyərsən. Düzdürmü? İndi isə neynir? Xeyri elə bir bəziyir şərlə. Yaxşı şey bəziyir şərlə. Və səni ondan uzaqlaşdırır. Yaxşını belə olacaq, pis kimi yaxşı. Bəli. Və elə belə yoxdur. Ancaq göstərir, qutar. Mən sənə göstərim pis şey, firmaya filəncir. Buna bax, yox. Göstərir, təqdim edir. Təqdim edir, sənin üzərində işləyir, buraxmır, qoymur ki, uzaqlaşasan, daim sənlə. O vaxtda kimi ki, Allah'a sığınana ki. Allah'a da sığınmaq elə belə olur
Bəs deyirsən, əuzu billahi minəşşeytanirracim, qurtardı? Yox. Əməl eləmək lazımdır. Oradan uzaqlaşmalısan, o insanlardan uzaqlaşmalısan, düzdürmü? Xeyir insanlarla olmalısın, şər insanlarla olsan, sənin mümküniyyət yoxdur. Nə qədər Allah sığınsan sığın. Bəli, mümküniyyət yoxdur. Və belə də, qardaşlar, bu şeytanın, bax, nə idi? Şeytan elə bilir ki, daim bu haldadır. Yalnız nə vaxt dediyimiz kimi Allaha sığınmaqla. Ged otur məsələn hansısa bir molda, harsa harda, atıq satın və yaq qadında var. Sən deyirsən ki, görən kimi Allaha sığınıram. Onun xeyri yoxdur o sığınmağın. Yaxud ged otur, Allah qorusun, belə ağzını danışın bilməyən insanlar da, düzdürmü? Sən deyirsən ki, yox, mən özüm qorum. Mümküniyyət yoxdur. Yaxud istəyənlər də. Düzdürmü? Haram istəyən gedir, sıfır. Necə olacaq ki? Əlbəttə ki, qoruna bilməyəcəksin. Orada başqa cür olacaqdır. Ona görə daim nə etmək lazımdır? Daim gələk biz möhkəm olaq. Bəli, belə möhkəm olmalısın. Bilməlisən ki, bu şər hamısı şeytandandır. Və gecə tezi öləcəyik, gedəcəyik. Bizə nə qalacaqdır? Allah olan ibadətlər. Yəni, bəli, əməllər. Gələk neyiniyə və buradan biz qaydanda artıq tam şəkildə, dəyişilmiş şəkildə getməliyik. İnsanlara görə özümüz üçün. Həmçində qovum, əqrəba, qonşu, nəyimizsə var, açıq-aşkar günahlar, ondan uzaqlaşmalıyıq. Sən bura gəlmən ki, ekskursiya. Hansı əməllərin zəif idi, hansı əməllərin daim deyil idi, onların tövbə edib daim edəcəksin. Hansı günahların var, ondan çəkinəcəksən. Allah daha doğrusunu bilir, Allah subhanədə iştifaydan eləsin. Subhanəkəllahu və bihamdik, əşhədu ən la iləhə illə əntə əstəğfiruka və etûbu ileyk.